Salam əziz bioloqlar, biologiya sevərlər. Şəkildə gördüyümüz alim Karl Linneydir. Deməli, Karl Linney 1707-ci il və 1778-ci illər aralığında İsveçdə yaşayıb, dövrünün məşhur təbiətşünası, botanika zooloqu olmuşdu. Uppsala Universitetində dərs demiş, hələ də onun yaşadığı malikanə indi də muzey kimi qorunub saxlanılır. Karl Linney bilirsiniz ki, kral ailəsi ilə dostluq etmiş, nüfuzlu şəxs olub da, aydın məsələdir. Və onun şagirdləri o qədər savadlı olub ki, özü də şagirdləri dünyanın müxtəlif yerlərinə səpələnmiş Linney həvariləri adlanırdı. Linney dövrünün varlı həkimlərindən birinin qızı olan Sarı xanımla ailə qurur. 4 qızı, 3 oğlu olur. Hətta bir oğlu kiçik Karl Linney istəyir atasının yolunu davam edə, təbiətşünas olur. Amma uğurlu, atası qədər uğurlu və şöhrətə malik olmur. 41-42 yaşında da dünyasını dəyişir oğlu. Karl Linney bilirsiniz ki, çox disiplinli, səliqəli adam olub. Tezdən durarmış, botanika bağında gününü keçirərmiş. Yəni adam oxuyanda deyirsən ki, yəni doğrudan da disiplin və səliqə şərtdir. Bax, elə buradan baxın ki, Karl Linney elə bir ki, botanika zoologiya qarışıb bir-birinə. O başlayıb, orada bir təbiətin sistemi əsərini yazıb və həmin sistemdə elə bir ki, heyvanları, bitkiləri səliqə ilə təsnifləndirib. Növ, cins, dəstə, sinif kimi kateqoriyalardan istifadə edib, insan və insana bənzər meymunları primatlar dəstəsində birləşdirib. Karl Linney morfologiya, yəni zahiri görünüşə baxaraq sistemləşdirməni aparırdı. Bu da təbii ki, bəzən uğursuz hesab olunurdu. Çünki biz zahiri görünüşə baxarkən, məsələn, o yaşılbaş ördəyin erkəyi ilə dişisini ayrı-ayrı növ hesab edirdi. Amma zahiri görünüşə biz baxsaq, məsələn, qara siçovulu, o zaman qara siçovul da qara rəngli siçandır. Bunun hamısını eyni növə aid etməyimiz doğru deyil. Çünki xromosom sayı fərqlidir. Amma Karl Linney'in dövründə genetika elmi yox idi axı, neynəsin? Aydın məsələdir ki, zahiri görünüşə baxaraq növləri təsnifləndirəcəkdi də. Baxın, səliqə gətirdi. Elə bir ki, botanika zoologiya qarışığı idi, rəflərə yığdı, səliqəli etdi. Bax, indi dünya harasına gedib növün 2 qat latın adları ilə adlandırmasını elmə gətirdi. Dünya harasına gedib istənilən bir növə, məsələn, qonur ayı olsun, ev iti olsun, dərrakəli insan, istənilən bir növ 2 adla adlandırılır. Adını desək latınca, botaniklar, zooloqlar, bioloqlar bunu öz sistematika kitablarından rahatlıqla tapacaqlar ki, biz hansı növdən danışırıq. Yəni, çox böyük işləri olmuşdu Karl Linney'in. Ömrünün əvvəllərində bilirsiniz ki, yaradana, ilahə, Allaha çox inanır, amma ömrünün sonunda indi deyilir, dəqiq olduğunu bilmirəm. Yaradan materialist olur da, yəni yaradıcı qüvvəni inkar edirdi. Karl Linney o qədər ömrünü dediyimiz kimi əvvəllərində yaradıcı qüvvəyə inanırdı ki, o heyvanları təsnifləşdirərkən orada natəmiz mundar adlandırdığı müasir devirdə yaşayan heyvanlar var idi. Karl Linney 6 heyvan sistemini təsnifləndirmişdi. Bax, onları deyilənə görə ədəbiyyatlar yazır ki, təbiətin sistemi əsərində natəmiz və mundar adlandırırdı. İndi sizcə o hansı canlıları natəmiz və mundar adlandırardı və Allahın nəzərindən yayınan canlılar adlandırmışdı həmin canlıları? Belə Linney barəsində çox danışmaq olar. Mən düşünürəm ki, bu qədər bəsdir, yəni qısa bir zamana sığdırmalıyam deyə bəsdir. Bu qədər əzizlərim. Yenə deyirəm, baxın, görün həyatı necə disiplinli, səliqəli olub ki, elmə belə disiplin gətirib adam, baxın. Bu qədər əzizlərim.